Görüntü normaldır müəllimlər hər kəsdən. Normaldır. Lap yaxşı. İki dəqiqədə gözləyək müəllimlər. Qoyun hər kəs başlasın. Yəni sonradan qoşulanda biraz mövzu izahı anlaşılmazlıq olur. Qoyun gözləyək 2 dəqiqədə. Bir daha axşamınız xeyir olsun müəllimlər. Bugün sizinlə Newton qanunları mövzu izahına baxacağıq. Deməli, ilk öncə gəlin başlayaq. Görək qüvvə nədir? Deməli, düzxətli bərabər sürətli və dəyişən sürətli hərəkət, çevrə üzrə bərabər sürətli hərəkət bölmələrində biz hərəkəti onu doğuran səbəbləri nəzərə almadan öyrəndik. Dinamika bölməsində isə cisimlərin mexaniki hərəkəti, onu doğuran səbəblər nəzərə almaqla öyrənilir. Axşamınız xeyir olsun Azər müəllim. Deməli, ətrafda baş verən hadisələrə diqqət etdikdə bəzi cisimlərin dayandığını, bəzi cisimlərin hərəkət etdiyini müşahidə edirik. Məsələn, cisimləri hərəkətə gətirən səbəb nədir bəs? Nə üçün hərəkət edən cisim dayanır? Bütün bu cisimlər ətrafındakı, deməli, cisimlərin təsirinə az-çox məruz qalır. Yəni, bütün cisimlər ətrafdakı cisimlərin təsirinə az-çox məruz qalır və özləri də onlara təsir edir. Məsələn, topa biz zərbə vurduqda, o ayağımızla qarşılıqlı təsir nəticəsində neynir? Sürətlənir. Sonra isə topun hava və torpağa sürtünməsi onu dayandırır. Cisimləri dartmaq və itələməklə də biz onları hərəkət etdirə bilirik. Bu zaman bizdə cisimlərdən itələnməklə, yəni əks təsir, yəni bu sahədə neyirik? Hərəkət edə bilirik. Deməli, nə oldu müəllimlər? Cisimlərin bir-birinə təsirini xarakterizə edən fiziki cəmiyyət qüvvə adlanır. Qüvvə həm də cismə təcil verən səbəbdir. F hərfi ilə işarə olunur və vahidi 1 Newtondur. Qüvvəni ölçən cihaz isə dinamometr adlanır. Qüvvə tətbiq nöqtəsi, ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan bir cəmiyyətdir. İndi gəlin müəllimlər, Newton qanunları haqqında biraz danışaq. Newtonun birinci qanunu haqqında danışaq. Deməli, birinci qanunun ödənildiyi sistemlərə ətalət və ya inersial hesablama sistemləri deyilir. Cismin sürətini anidən dəyişmək olmur. Məsələn, sürətlə hərəkət edən avtomobili anidən tormozladıqda, o müəyyən zaman ərzində müəyyən məsafə qət edib dayanır. Hərəkət edən avtomobil öz sürətini sabit saxlamağa çalışdığından, onu qəfil dayandırmaq mümkün olmur. Eyni ilə sükunətdə olan cismə anidən müəyyən sürət vermək olmur. Məsələn, sükunətdə olan yarış avtomobili yerindən tutaq ki, müəyyən sürətlə hərəkətə başlaya bilməz. Tutaq ki, nə bilim, 100 km/saat sürətlə hərəkətə başlaya bilməz. Avtomobil sükunət halını sabit saxlamağa çalışdığından, onun bax bu 100 km/saat sürət alması üçün müəyyən zaman lazımdır. Cismə qüvvə təsir etdikdə, o öz sükunət halını və ya sürətini qəfil dəyişə bilmir. Çünki onu saxlamağa çalışır. Cismin bu xassəsi ətalətlilik adlanır. Cismin sükunət halının və ya sürətinin dəyişməsi üçün həmişə müəyyən zaman lazımdır. Cismə qüvvə təsir etmədikdə, onun öz sükunət halını və ya sürətinin qiymət və ya istiqamətini saxlaması hadisəsi ətalət adlanır. Çoxsaylı belə araşdırmalar nəticəsində formalaşmış ətalət qanunu belədir. Elə hesablama sistemləri var ki, bu sistemlərdə cismə qüvvə təsir etmədikdə və ya cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olarsa, o öz sükunət halını və ya düz xəttli bərabər sürətli hərəkət halını saxlayır. Bu qanun onu müəyyən edən İngilis alimi İsaac Newtonun şərəfinə Newtonun birinci qanunu adlanır.
Newtonun birinci qanunun ödənildiyi hesablama sistemi isə ətalət hesablama sistemi və ya inersial hesablama sistemi adlanır. Ətalət hesablama sisteminin əsas xassəsi odur ki, başqa cisimlərin təsirinə məruz qalmayan cisim bu sistemdə ya sükunətdə qalır, ya da düz xətli bərabər sürətlə hərəkət edir. Günəşlə bağlı hesablama sistemi inersial hesablama sistemi qəbul olunur. Yer həm öz oxu, həm də günəş ətrafında təcillə hərəkət etdiyindən yerlə bağlı hesablama sistemi dəqiq ətalət hesablama sistemi olmur. Bu təcilin qiyməti kiçik olduğundan bəzi hallarda yerlə bağlı hesablama sistemi inersial hesablama sistemi kimi qəbul edilir. Newtonun birinci qanunundan iki mühüm nəticə çıxır. Birincisi, sükunət və düz xətli bərabər sürətli hərəkət cismin eyni mexaniki halıdır. İkincisi, bu hal yalnız qüvvənin təsiri ilə dəyişə bilir. Deməli, sükunət və düz xətli bərabər sürətli hərəkət halı xarici təəssürə məruz qalmayan bütün cisimlərin təbii halıdır. Başqa sözlə, ətalətlik hərəkətin səbəbi deyil, cismin xassəsidir. Deməli, müəllimlər, bəs təcillə hərəkət edən sistemlərdə o zaman qeyri-inersial hesablama sistemləri adlanacaq. Burada bir qeydimiz var. Bir hesablama sistemindən digərinə keçəndə qüvvə, təcil, zaman, kütlə dəyişmir. Yəni, invariant qalır. Bu, məsələn, qüvvədir, təcildir, zamandır, kütlədir. Bax, bu kəmiyyətləri, məsələn, bəzi müəllimlərimiz unudur ki, hansılar dəyişir. Bax, bunu bu sözlə yadınıza saxlaya bilərsiniz. Kiminsə mikrofonu açıqdır, müəllimlər. Zəhmət olmasa bağlayaq. Bağlayaq, bəli. Mikrofonu bağlayaq, lazım olanda, sualınız olanda açıb verərsiniz. Deməli, bax, bu qüvvədir, təcildir, zamandır, kütlədir. Bax, bu sözü, bu kəmiyyətləri bu Fatma sözü ilə yadınıza saxlaya bilərsiniz. Bax, qüvvə, təcil, zaman, kütlə. Yəni, bu sözlə yadda saxlayın ki, bir ətalət hesablama sistemindən digərinə keçəndə qüvvədir, təcildir, zamandır, kütlədir. Bax, bu dörd kəmiyyət neynəmir? Dəyişmir, yəni invariant qalır. Ətalətlik hadisəsi haqqında danışdıq. Deməli, kütlə dedik ki, ətalətlik ölçüsüdür və tərəzi ilə ölçülür. Kütləni biz M hərfi ilə işarə edirik, müəllimlər. M bərabərdir rho vurulsun V düsturu ilə hesablanır kütlə. Burada M kütlə, rho sıxlıq, V isə cismin həcmidir. Məsələn, bu düsturdan rho bərabərdir. Bax, M bərabərdir rho vurulsun V düsturundan. Biz buradan sıxlığı tapa bilərik, həcmi tapa bilərik. Yəni, rho bərabər olacaq o zaman M bölünsün V-yə və yaxud da ki, cismin həcmini tapmaq istəsək, V bərabər olacaqdır M bölünsün rho-ya. Kütlənin vahidi dedik ki, 1 kiloqram qəbul olunmuşdur və beynəlxalq sistemdə əsas vahidlərimizdən biridir. Sıxlıq vahidi olaraq 1 kiloqram bölünsün kubmetr, həcm vahidi olaraq isə 1 kubmetr qəbul olunmuşdur. Kürə şəkilli cisimlərin həcmi V bərabərdir 3/4 pi kubu düsturu ilə hesablanır. Ona uyğun olaraq kürə şəkilli cisimlərin kütləsi isə M bərabərdir 3/4 pi kubu vurulsun rho düsturu ilə hesablanır. Kiçik ölçülü bərk cisimlərin həcmini biz menzurka vasitəsilə ölçə bilirik. Menzurka nədir? Üzəri bölgülü olan bir qabdır. Bərk cisimlərin və mayələrin sıxlığı yalnız onların növündən asılıdır. Yəni, kütləsindən, həcmindən, məsələn, həndəsi ölçülərindən, bax, bunlardan asılı deyil. Deməli, bərk cisimlərin və mayələrin sıxlığı yalnız onların növündən asılıdır. Burada bir qeydimiz olacaq ki, qazların sıxlığı isə kütlə ilə düz, həcmlə tərs mütənasib asılıdır. Deməli, kütlə ilə düz, həcmlə tərs mütənasib asılı olan qazların sıxlığıdır. Yəni, rho bərabər M bölünsün V düsturuna əsasən. Aha, indi gəl müəllimlər, bu Newtonun birinci qanunu haqqında danışdıqlarımız idi, danışdıq biraz. İndi gəlin Newtonun ikinci qanunu haqqında danışaq. Görək Newtonun ikinci qanununda bəs nədən bəhs olunur? Qüvvənin təsiri altında hərəkət edən cismin sürəti müəyyən zaman fasiləsində dəyişir. Qüvvə cismə onun hərəkət istiqamətində təsir etdikdə, cismin sürəti neyniyəcək? Zaman keçdikcə artır. Hərəkətin əksi istiqamətinə təsir edəndə isə qüvvənin təsiri neyniyəcək? Cismin sürətini azaldacaq. Sükunətdə olan cismə isə təsir edən əvəzləyici qüvvənin təsiri ilə, yəni bu sükunətdə olan cisim neynir? Hərəkətə başlayır. Deməli, təcil ədədi qiymətcə vahid zamandakı sürət dəyişməsinə bərabər olan bir kəmiyyətdir. Deməli, müəllimlər, cismin hərəkət təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasib asılıdır. Bax, bu adlanır Newtonun ikinci qanunu. Yəni, A bərabərdir F bölünmüş M düsturu doğrudur. Burada A cismin hərəkət təcili, F qüvvə, M isə cismin kütləsi adlanır. Eyni zamanda buradan da F bərabər
M vurulsun A düsturu yaza bilərik. Yəni doğrudur. Dedik ki, qüvvə vahidi olaraq 1 Newton qəbul olunmuşdur. Newton açılışı isə 1 kiloqram vurulsun metr böl saniyə kvadratına bərabərdir. Baxın müəllimlər, indi bu dediyimiz qaydanı qrafik olaraq göstərdik. Dedik ki, təcil qüvvə ilə düz, baxın bu qrafikimiz, kütlə ilə isə tərs mütənasib asılıdır. Bu da ikinci qrafikimiz də doğrudur. İndi gəlin, bir qeydimiz var burada, qeydimizə baxaq. Kürə formalı cismin təcilinin sabit qiymətində ona təsir edən qüvvə radiusun 3-cü dərəcəsi ilə düz mütənasibdir. Bilirsiniz bu hardan gəlir? Çünki kürə formalı cisimlərin biz bayaq yuxarıda qeyd elədik. Həcmi nəyə bərabər idi? 3/4 pi kubuna. F bərabər m-adır. M-in yerinə biz rho v yazsaq və v-nin yerinə 3/4 pi kubunu nəzərə alsaq, deməli o zaman buradan belə çıxır ki, qüvvə radiusun 3-cü dərəcəsi ilə mütənasib olacaq. Hansı cisimlərdə? Kürə formalı cisimlərdə. Yəni o da həcminin düsturundan irəli gələn bir qaydadır. Sonra müəllimlər, bu oldu Newtonun ikinci qanunu. İndi gəlin Newtonun üçüncü qanunu haqqında danışaq. Qarşılıqlı təsir zamanı cisimlər bir-birinə müəyyən qüvvə ilə təsir eləyir. Məsələn, yenə bayaqki misalımızın üzərində dayanıram. Topa ayağımızla zərbə endirdikdə o vurulan zərbənin təsirinə nə edir? Hərəkət edir. Bu zaman top da ayağımıza müəyyən qüvvə ilə təsir göstərir, əks təsir göstərir. Məsələn, ov tüfəngindən atəş açdıqda barıtın yanması nəticəsində yaranan qazın təsiri ilə lülədən böyük sürətlə çıxır. Bu zaman silah əks təsirə məruz qalaraq geri atılır. Qarşılıqlı təsir zamanı yaranan qüvvələr fərqlidir, yoxsa bir-birinə bərabərdir. Bax, bu, belə deyək də, çox sual olunur və araşdırmalar nəticəsində bu sualın cavabını Newton vermişdir ki, ixtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir və Newton bunu üçüncü qanun olaraq vermişdir. F1 bərabərdir mənfi F2. Qarşılıqlı təsirdən sonra, deməli, təcillərlə kütlələr bir-birindən tərs mütənasibdir, sürətlərlə kütlələr də bir-birindən tərs mütənasibdir. Deməli, eyni zamanda məsafələr də kütlələrlə tərs mütənasib asılı olacaq. Yenə burada bir qeydimiz var. Təsir və əks təsir qüvvələri həmişə eyni təbiətlidir. Bu qüvvələr müxtəlif cisimlərə tətbiq olunduğu üçün bir-birini tarazlaşdıra bilmir. Bax, məsələn, testlərdə qarşımıza çıxır ki, hər zaman qarşılıqlı təsir qüvvələri bir-birini tarazlaşdıra bilirmi? Xeyr, qarşılıqlı təsir qüvvələri bir-birini tarazlaşdıra bilmir. Çünki bu qüvvələr müxtəlif cisimlərə tətbiq olunur. Ona görə bir-birini tarazlaşdıra bilməz. İndi müəllimlər, gəlin, yəni dərsimizin belə deyim də əsas hissələrinə yavaş-yavaş giriş edirik. Gəlin, danışaq əvəzləyici qüvvə haqqında. Əvəzləyici qüvvə nədir? Deməli, cismə təsir edən bütün qüvvələri əvəz edən tək bir qüvvə əvəzləyici qüvvə adlanır. Əvəzləyici qüvvə, yəni bərabərdir. F əvəzləyici bərabərdir. F1 üzərinə gəlsin, F2 üzərinə gəlsin, F3 üzərinə gəlsin, Fn. Bax, bu formada yazırıq əvəzləyici qüvvəni. İndi gəlin baxaq burada xüsusi hallara. Məsələn, birinci tutaq ki, qüvvələr eyni istiqamətli yönəliblər. Tutaq ki, bax, bizim burada bir cismimiz var. Gəlin, mən onu göstərim sizin üçün. Tutaq ki, bax, bizim burada bir dənə cismimiz var və buna 2 dənə qüvvə təsir edir. Bir F1 qüvvəsi, bir də F2 qüvvəsi və bu qüvvələr görürsünüz, mən eyni istiqamətli yönəltmişəm. Bax, bu F1 və F2 qüvvələrin əvəzləyicisi elə F1 və F2 qüvvələrinin cəmi qədər olacaq. Yəni, qüvvələr eyni istiqamətli yönələndə əvəzləyici qüvvə həmin qüvvələrin cəminə bərabərdir və yekun əvəzləyici qüvvə həmin qüvvələr istiqamətində yönələcəkdir. Baxın, əvəzləyici qüvvənin də istiqamətini burada göstərmişəm. F əvəzləyici və yaxud da ki, cismin təcili elə həmin bu qüvvələr istiqamətində yönəlibdir. İndi gəlin ikinci halımıza baxaq. Tutaq ki, həmin bax bu cismimizə İndi əks istiqamətli qüvvələr təsir edir. Məsələn, F2 qüvvəsi sola doğru təsir edib, F1 qüvvəsi də sağa doğru təsir edib və mən şərt olaraq vermişəm ki, F1 qüvvəsi F2 qüvvəsindən böyükdür. Əgər cismə təsir edən qüvvələr əks istiqamətlidirsə, o zaman böyük qüvvədən kiçik qüvvəni çıxacağıq əvəzləyici qüvvəni tapmaq üçün. Yəni, F əvəzləyici bərabər olacaq. Məsələn, mən göstərdiyim nümunədə F1 qüvvəsi böyük olduğu üçün F1 qüvvəsindən F2 qüvvəsini çıxacağıq və yekun əvəzləyici qüvvə hər zaman böyük qüvvə istiqamətində yönələcək. Yekun əvəzləyici qüvvə eyni zamanda da cismin hərəkət təcili, yəni böyük qüvvə istiqamətində yönələcəkdir. Bax, bu da qüvvələr əks istiqamətli olarsa əvəzləyici qüvvənin tapılması.
Sonra məsələn ola bilər ki, bizim qüvvələrimiz cismə perpendikulyar istiqamətdə təsir eləsin. Bax bu bizim cismimizdir. F1 qüvvəsi bax bu istiqamətdə təsir edib, F2 qüvvəsi isə, yəni qüvvələr bir-birinə perpendikulyardır bir sözlə. O zaman əvəzləyici qüvvənin ədədi qiymətini tapanda Pifaqor teoremindən tapacağıq. Kökün altında F1-in kvadratı üzərinə gəlsin F2-nin kvadratı. Əvəzləyici qüvvənin istiqaməti olaraq isə bax bu F1 və F2 qüvvələrinin bax tən ortasından bax bu formada əvəzləyici qüvvəni göstərəcəyik. Deməli, bu da oldu əvəzləyici qüvvənin istiqaməti. Əgər qüvvələr müəyyən bucaq təşkil eləyərsə, bir-biri ilə müəyyən bucaq təşkil eləyərsə, o zaman əvəzləyici qüvvənin ədədi qiymətini tapanda kosinuslar teoremindən tapacağıq. F1-in kvadratı, kökün altında F1-in kvadratı, üzərinə gəlsin F2-nin kvadratı, üzərinə gəlsin 2F1, F2, kosinus alfa. Və əvəzləyici qüvvə olaraq da baxın, bu F1 və F2 qüvvələrin üzərində qurulmuş paraleqramın diaqonalı olacaqdır. Burada bir qeydimiz var müəllimlər. Əvəzləyici qüvvə və təcil hər zaman eyni istiqamətdə yönəlir. Yəni bu hər zaman doğrudur da. Yəni əvəzləyici qüvvə və təcil, yəni təcil hansı istiqamətdə yönəlibsə, deməli əvəzləyici qüvvə o istiqamətdə yönəlib. Və yaxud da ki, əvəzləyici qüvvənin istiqamətini biliriksə, deməli ki, təcildə əvəzləyici qüvvənin eyni istiqamətdə yönələcəkdir. İndi burada əvəzləyici qüvvənin tapılmasında bizim xüsusi hallarımız var. İndi gəlin baxaq, məsələn bu xüsusi hallar bizə test həllərində kömək eləyəcək ki, yəni daha rahat tapaq. Məsələn birinci xüsusi halımız nədən ibarətdir? İki eyni qüvvənin arasındakı bucaq 90 dərəcə olarsa, əvəzləyici qüvvə həmin qüvvələrdən birinin kökdə 2 mislinə bərabərdir. Tutaq ki, bir cismimiz var. Bu cismə bir-birinə perpendikulyar istiqamətdə, bax bir F qüvvəsi və digər ikinci F qüvvəsi də bir-birinə perpendikulyar istiqamətdə yönəlibdir. O zaman bax bu biz buradakı F əvəzləyicini tapanda, elə bax bu bir F qüvvəsinin kökdə 2 mislini tapsaq, elə əvəzləyici qüvvəni vermiş olacaq bizə. Yəni hansı şərt daxilində qüvvələr bir-birinə perpendikulyar yönələrsə. Məsələn, gəlin bu nümunə üzərindən deyək. Tutaq ki, buradakı F qüvvəsi də 5 newtondur. Bax buradakı F qüvvəsi də 5 newtondur. Onda F əvəzləyicimiz olacaq 5 kökdə 2. Çünki aralarındakı bucaq 90 dərəcədir. Yəni siz bunu Pifaqorla da tapsaz, eyni nəticəyə gələcəksiniz. Məsələn, kökün altında 25, 5-in kvadratı 25, digər 5-in kvadratı 25, kökün altında 50, kök altında 50 də 5 kökdə 2-ni verir. Sadəcə olaraq, yəni bunu bir qayda olaraq daha yaxşı, yəni Pifaqora getmədən bir qayda olaraq yadımızda saxlasaq, daha tez hesablamış olacağıq. Deməli, qüvvələr bərabər və aralarındakı bucaq 90 dərəcədirsə, əvəzləyici qüvvə qüvvələrdən birinin kökdə 2 mislinə bərabərdir. Yəni F kökdə 2. Sonra ikinci qaydamız nədir? İki eyni qüvvənin arasındakı bucaq 60 dərəcə olarsa, o zaman əvəzləyici qüvvə qüvvələrdən birinin kökdə 3 mislinə bərabərdir. İndi yenə qüvvələr verilibdir, bir-birinə bərabərdir. Hər ikisi eyni F qüvvəsidir və onlar arasındakı bucaq 60 dərəcədir. Bizə deyir ki, əvəzləyici qüvvəni tapın, yəni bunu tapın da F əvəzləyicini. O zaman əvəzləyici qüvvə olacaq F kökdə 3. Məsələn, yenə eyni nümunəni deyirəm. Tutaq ki, buradakı qüvvə də 5 newtondur, bax bu qüvvə də 5 newtondur və aralarındakı bucaq 60 dərəcədir. O zaman F əvəzləyicimiz olacaq 5 kökdə 3. Bax bu qədər sadə. İndi bunlara aid test nümunələri işləyəcəyik, onda görəcəksiniz inşallah. Sonra üçüncü, məsələn, iki eyni qüvvənin arasındakı bucaq 120 dərəcə olarsa, bu zaman əvəzləyici qüvvə elə bu qüvvələrin birinə bərabərdir. Bax, bu qüvvə də 5 newton. Məsələn, bu qüvvə də 5 newton. Bizə deyir ki, aralarındakı bucaqda 120 dərəcədir. Deyir, F əvəzləyicini tapın. F əvəzləyicimiz elə olacaq 5 newton. Yəni, bu qədər sadə. Deməli, iki eyni qüvvənin arasındakı bucaq 120 dərəcə olarsa, əvəzləyici qüvvə bu qüvvələrdən birinə bərabər olacaq. Çünki qüvvələr bir-birinə bərabər və aralarındakı bucaq 120 dərəcədir. Yəni, bunlar müəllimlər nəticələrdir də kosinuslar teoremindən çıxan nəticədir. Yəni, siz o kosinuslar teoremində bucağın yerinə 120 dərəcə qoysaz, yəni bu dediyimizi alacağıq. Sadəcə hər dəfə hesablamağa ehtiyac yoxdur da. 3 dənə xüsusi halımız var. Bir 120 dərəcə üçün, bir 90 dərəcə üçün, bir də 60 dərəcə üçün xüsusi hallarımız var. Bu xüsusi hallar, yəni xüsusi halları bilmək test həllində bizim işimizi asanlaşdıracaq. İndi müəllimlər, gəlin bu əvəzləyici qüvvə ilə bağlı bizim bəzi qeydlərimiz var. Gəlin bu qeydlərə baxaq. Məsələn, birinci qeydimiz nədən ibarətdir? Cismi ixtiyari istiqamətdə yönəlmiş 3 qüvvə təsir eləyir. Bizə deyir ki, məsələn, bu suallarda tez-tez rastımıza çıxır.
Deyir ki, qüvvələrdən hər hansı biri verilib. Deyir ki, nə zaman məsələn əvəzləyicinin minimal qiymətini tapın və yaxud da ki, əvəzləyicinin maksimal qiymətini tapın. Əslində F əvəzləyicinin maksimal qiymətini tapmaq asandır. Maksimal tapanda bilirik ki, qüvvələr deməli eyni istiqamətli yönəlmiş olaraq qəbul edirik və toplayırıq. Biraz problemli olan minimal qüvvəni tapmaqdır. İndi gəlin görək onu necə tapırıq. Qüvvələrdən hər hansı biri digər ikisinin cəmindən kiçik bərabər, fərqindən böyük bərabər olduqda, o zaman deməli, F əvəzləyicinin minimalı sıfıra bərabər olacaq. Maksimalını isə dediyim kimi, həmin qüvvələrin üçünün də cəminə bərabər olacaq maksimal qüvvə. İndi bunu nümunə üzərində deyəcəm, daha rahat olacaq. İndi tutaq ki, bizim bu dediyimiz şərt ödənmir. Yəni, qüvvələrdən hər hansı biri digər ikisinin cəmindən kiçik deyil, fərqindən isə böyük deyil. Gəlin görək, indi bəs bu hal olanda nə olacaq? O zaman əvəzləyicinin minimalını tapanda böyük qüvvədən digər iki qüvvənin cəmini çıxacaq, maksimalını tapanda yenə eynidir. Üç qüvvənin üçünü də toplayacaq. İndi gəlin mənlər, üzr istəyirəm, bunu nümunə üzərindən izah eləyək ki, daha aydın olsun. Məsələn, indi bizə deyir ki, cismi ixtiyari istiqamətdə yönəlmiş, məsələn, F1 3 Newton, F2 8 Newton və F3 10 Newton olan üç qüvvə təsir eləyir. Deyir, bu qüvvə, yəni əvəzləyici qüvvənin minimum və əvəzləyici qüvvənin maksimal qiymətlərini tapın. Yenə dediyim kimi, maksimal rahatdır. F maksimalı tapanda bu hər üç qüvvəni toplayacaq. 3 üzərinə gəlsin 8, üzərinə gəlsin 10. Bu bizə verəcək 21 Newtonu. Maksimalı tapdıq. İndi gəlin görək, bəs əvəzləyici minimalını necə tapırıq? Bax, qaydada necə demişdik? Qaydada dedik ki, qüvvələrdən hər hansı biri digər ikisinin cəmindən kiçik bərabər, fərqindən isə böyük bərabər olanda əvəzləyicinin minimalı 0 olur. İndi gəlin görək, bu dediyimizi burada ödəyirmi? Bax, tutaq ki, birinci qüvvəm 3'dür, ikinci qüvvəm 8'dir, üçüncü qüvvəm də 10'dur. Mən bu 10'u götürürəm üçüncü qüvvə olaraq. Bax, bu üçüncü qüvvəmiz, yəni 10 Newtonluq qüvvəm. Bax, 8 ilə 3'ün fərqindən böyük, cəmindən kiçik bərabər şərtini ödəyir, düzdürmü? Çünki 8'dən 3 çıxdıq 5, 15'dən böyükdür. 8 ilə 3'ü topladıq 11, 10 11'dən kiçikdir. Deməli, müəllimlər, bax bu şərt ödənir. Bu şərt ödənirsə, deməli o zaman əvəzləyicinin minimalı 0'a bərabərdir. Maksimalda həmin 3 qüvvənin cəminə bərabərdir. İndi gəlin ikinci nümunəyə baxaq. Görək, əgər bu dediyimiz şərt ödənməyəndə bəs necə eləyirik? Tutaq ki, bizə yəni bir də şərti yazmamışam, sadəcə qüvvələrin ədədi qiymətlərini yazmışam. Bax, F1 4 Newtondur, F2 10 Newtondur, F3 də 15 Newtondur. Deyir, bu qüvvələr üçün əvəzləyicinin minimalını və maksimalını tapın. Yenə deyirəm, maksimalı tapmaq rahatdır. Maksimalı tapanda verilən qüvvələrin üçünü də toplayırıq. Bu bizə əvəzləyici qüvvənin maksimal qiymətini verəcək. Elə birbaşa birinci 10 deyirəm. Bax, əvəzləyicinin maksimalını tapdım. 4 üzərinə gəlinsin 10, üzərinə gəlinsin 15, bizə verəcək 29 Newtonu. Bəs minimalını necə tapaq? İndi baxıram. Bax, yenə bayaqki kimi üçüncü qüvvəni götürdüm. 15 Newtonu götürdüm. 15 Newton 10 ilə 4'ün fərqindən böyükdür. 6'dan böyükdür 15. Amma 10 ilə 4'ün cəmi, yəni 14'dən kiçik deyil də, 15 14'dən böyükdür. Deməli, gördünüzmü? Bax, bu şərt ödənmədi. Bu dediyimiz şərt ödənmədi. Bax, burada da yazmışam. 15 6'dan böyükdür, amma 14'dən kiçik deyil. Bəs bu zaman belə bir şərt yarananda bəs əvəzləyicinin minimalını necə tapırıq? Belə bir şərt yarananda müəllimlər, böyük qüvvədən digər ikisinin cəmini çıxırıq. Yəni, böyük qüvvəmiz 15 deyildi. Digər iki qüvvənin cəmi də 14'dür də, yazmışam elə. 10 ilə 4'ün cəmi, bax 14. 15'dən 14'ü çıxacaq, deməli, əvəzləyici qüvvəmizin minimalı olacaq 1 Newton. Deməli, burada belə qəbul edirik ki, böyük qüvvə bir istiqamətdə yönəlib, digər iki qüvvələr isə onlar da bir istiqamətdə yönəlib və böyük qüvvədən digər iki qüvvənin cəmini çıxırıq. Deməli, bir də deyirəm. Deməli, əgər qüvvələrdən hər hansı biri digər ikisinin cəmindən kiçik bərabər, fərqindən böyük bərabər olursa, əvəzləyicinin minimalı 0'a bərabər olur. Maksimalını eyni qaydada hər üç qüvvəni toplayaraq tapırıq. Yox, əgər dediyimiz şərt ödənmirsə, o zaman əvəzləyicinin minimalını tapanda böyük qüvvədən digər iki qüvvənin cəmini çıxacaq, maksimalsa yenə eyni qaydada hər üç qüvvəni toplamaqla maksimal qüvvəni tapacaq, əvəzləyicinin maksimalını. Bu bizim birinci qeydimiz. İndi gəlin müəllimlər ikinci qeydimizə baxaq. Əvəzləyici qüvvə üçün proyeksiya ayırma metodu. Məsələn, bəzən bizə belə qüvvələr verilir. Yəni, bizim ədəbiyyatlarımızda əslində azdır, amma Türk ədəbiyyatında, MHM-də bu tipli suallar çoxdur. Məsələn, belə bir qüvvələr verilir. Deyir ki, əvəzləyici qüvvəni tapın. İndi gəlin görək, məsələn, bunu bir neçə üsulu var. Mənim üçün daha rahat.
üsul proyeksiya ayırma metodudur. Gəlin indi onunla baxaq. Yəni eyni zamanda diaqram üsulu da deyirlər. Bax o zaman müəllimlər 3 qüvvə verilib də mənə. Bax F1 qüvvəsi, F2 qüvvəsi və F3 qüvvəsi. Mən bunların əvəzləyicisini tapmaq üçün ilk öncə nə edirəm? İlk öncə özüm üçün burada bir diaqram qururam. Bu diaqramın üzərində ilk öncə başlayıram F1 qüvvəsinə. Bax F1 qüvvəsi bu deyil. F1 qüvvəsini proyeksiyalara ayırıram. Tutaq ki, burada 2-dir. Məsələn, birinci x ox üzrə proyeksiyasını ayırıram, sonra da y ox üzrə proyeksiyasını ayırıram. X ox üzrə proyeksiyasını ayıranda, qoyun bunu başqa rənglə göstərim, aydın olsun sizə də. Bax, x ox üzrə proyeksiyası 2 bölgüdür, y ox üzrə də proyeksiyası 2 bölgüdür. Deməli, o zaman x ox üzrə proyeksiyaya yazıram 2, y ox üzrə proyeksiyada yazıram 2. Deməli, F1-i yazdım, qutardım, proyeksiyalara ayırdım və burada göstərdim. İndi keçirəm F2 qüvvəsinə. Yəni ardıcıl formada eləyirəm ki, unutduğum bir şey olmasın. F2 qüvvəsinə baxıram ki, elə F2-nin, yəni aşağıya doğru, y oxun əksinə doğru istiqamətdə proyeksiyası -1-dir. Yəni elə bunu da istiqamət olaraq göstərdiyim üçün artıq -1-i yazmıram. Elə buradan yazıram 1. Bu F2-ni də yazdım. İndi keçirəm bir dənə qaldı F3 qüvvəm. İndi F3 qüvvəni də proyeksiyaya ayırıram. Bax F3-ün x ox üzrə proyeksiyası olacaq -2, y ox üzrə proyeksiyası olacaq -2. Deməli, y ox üzrə yazdım 2, x ox üzrə yazdım 2. Gördünüzmü? X oxunun mənfi tərəfinə yazdım da, amma -2 yazmıram. Zaten istiqamət olaraq göstərmişəm. Yəni, x oxunun sol tərəfində göstərmişəm. Mən artıq bu 3 qüvvəni də artıq burada proyeksiya ayırdım. Deməli, bax, indi baxıram sağa və sola doğru yönələn qüvvələrimizə. Sağa doğru 2, sola doğru 2. Bunlar bir-birini sıfırladı. Yuxarı doğru 4 var, aşağı doğru 1 var. Əks istiqamətli daxı. 4-dən biri çıxanda deməli mənim əvəzləyicim olacaq yuxarı doğru 3 newtonluq bir qüvvə. Bax, əvəzləyicimiz oldu bu. Aydın oldu mu bu diaqram üsulu? Yəni buna proyeksiya ayırma metodu, diaqram üsulu, yəni bu formada deyə bilərik, adlandıra bilərik. İndi bunlara aid yenə test işləyəcəyik. Onda bir də üstündən keçərik. İndi müəllimlər, gəlin bizim burada xüsusi qeydlərimiz var. O xüsusi qeydlərimizə də yenə baxaq. Məsələn, güvəndə də var, digər test vəsaitlərində də. Məsələn, tutaq ki, divardan asılan bir cisim verilib və yaxud da divara söykənən bir kürənin tarazlıq şərtini yazaq. Və məsələn, baxıram ki, ipin gərilmə qüvvəsi var burada. Üzərində qeyd ediblər. İpin gərilmə qüvvəsi şaqunla müəyyən bir alfa bucağı təşkil eləyir. Müəllimlər, ümumiyyətlə, bucaq altında olan bir qüvvə gördüksə, biz onu ilk işimiz onu proyeksiyalara ayırmaqdır. İndi mən də bu gərilmə qüvvəsini proyeksiyalara ayıracağım. Bir y ox üzrə ayıracağım, bir x ox üzrə. X ox üzrə. Məsələn, bu gərilməni mən x ox üzrə ayırdım. Bu hissə oldu tx. Bir də y ox üzrə ayırıram. Bax, bu hissəmiz olur ty. İndi keçək əsas məsələ digər hissəmizə. Bax, bu bucaq alfadırsa, deməli, bax, buradakı bucaq da alfa olacaq. Çünki iki paralel düz xətti, üçüncü bir düz xətlə kəsdikdə alınan çarpaz bucaqlar bir-birinə bərabərdir. Yəni, bura alfa bucağıdırsa, burada alfa bucağı olacaq. Biz də deyirdik ki, proyeksiya ayırmada hansı tərəf alfadırsa, biz onu nə edirik? Kosinusla yazırıq. Bax, yazmışam, görürsünüz bura. Yazmışam, ty bərabərdir, t kosinus alfaya. Təbii ki, digər tərəfimizdə tx olduğu üçün tx də bərabər t sinus alfa. Bunu mən birinci dərsimizdə demişdim ki, müəllimlər, yəni tx bərabərdir, x tərəf, yəni kosinus olacaq deyə bir şey yoxdur. O bizim bucağımıza baxır ki, bucağı hansı tərəfdə veriblər. Ona görə gördünüzmü, bax, burada tx-imiz sinusla oldu, ty-imiz kosinusla oldu. Yəni, burada diqqətli olaq. Tamam, indi bir də bizim bu gərilmə qüvvələrimizi proyeksiya ayırdıq. Bir də bilirik ki, biz burada, bizim başqa qüvvələrimiz də var da, onları da göstərik. Aşağıya doğru mütləq mg ağırlıq qüvvəmiz var. Kütləsi olan hər bir cismin ağırlığı var. Mg ağırlıq qüvvəsini göstərdik. Bir də bu cismin, yəni bu belə deyək də divarın cismə göstərdiyi dayağın reaksiya qüvvəsi var. Bax, bunu da göstərirəm. Dayağın reaksiya qüvvəsini də bu istiqamətdə göstərdim. İndi gəlin bu tarazlıq şərtindən istifadə eləyək. Görək hansı qüvvələr bir-birini tarazlaşdırır. Baxın, yuxarıya doğru var bir dənə ty qüvvəm. Aşağıya doğru var mg'm, düzdürmü? Ty-imiz nəyə bərabərdir? Yuxarıda yazmışıq. T kosinus alfaya. Deməli, T kosinus alfa mg ilə bir-birini tarazlaşdırır. Yəni, T kosinus alfa bərabər olacaq mg-yə. Məsələn, sağa doğru yönələn bir tx-imiz var, sola doğru yönələn dayağımızın reaksiyası var. O zaman tx, yəni T sinus alfa da
Neyniyəcək? Dayağın reaksiya qüvvəsini tarazlaşdıracaq. Bax bunları da burada yazdım. Artıq məsələn indi burada məsələ həllərində qiymətlər verilir. Qiymətlərə uyğun olaraq biz dayağın reaksiya qüvvəsini tapa bilərik, ağırlıq qüvvəsini tapa bilərik və yaxud da ki, gərilmə qüvvəsinin x, y proyeksiyalarını da hesablaya bilərik. Bax bu da birinci qeydimiz. Sonra ikinci qeydimiz nədən ibarətdir? İkinci qeydimiz, məsələn, tərpənməz blokdan keçirilmiş iplər. Burada məsələn başlanğıc sürəti 0 qəbul etmişik, sürtünmə 0, blokun çəkisi də 0-a bərabərdir. Məsələn, burada sistemin təcilini istəyə bilər bizdən, gərilmə qüvvəsini istəyə bilər və mən burada şərt olaraq qəbul etmişəm ki, M1 kütləsi M2 kütləsindən böyükdür. Deməli müəllimlər, bunu biz ağırlıq qüvvələrini göstərməklə də hesablaya bilərik və hazır düsturlarla da hesablaya bilərik. İlk öncə mən hazır düsturları deyəcəm, sonra isə ağırlıq qüvvələrindən də necə tapırıq onu göstərəcəm. Bax, əgər blok tərpənməz blokdursa, sistemin təcilini hesablamaq üçün bax bu düstur A bərabərdir M1 minus M2 bölünsün M1 plus M2 vurulsun J. Yəni mən burada M1-i böyük kütlə götürdüyüm üçün M1-dən M2-ni çıxıram. Yəni fərqi yoxdur. Bunu modulda da yazıb, məsələn M2 çıxılsın M1-də yaza bilərsiniz. Yəni onsuz da böyük kütlədən kiçik kütləni çıxacağıq. Deməli, bu düstur təcil üçün doğrudur. Sonra ipdəki gərilmə qüvvəsini necə tapırıq? Məsələn, iplərdə yaranan gərilmə qüvvələr var, düzdürmü? Bu, hər hansı bir ipdə burada mütləq gərilmə qüvvəsi yaranır. Deməli, o zaman gərilmə qüvvəsi üçün düsturumuz hazır düsturumuz, yəni 2M1, M2 bölünsün, M1 üzərinə gəlsin, M2 vurulsun J. Bax, bu düsturlar doğrudur tərpənməz blok üçün. İndi bu düsturlar əgər yadımızda qalırsa nə gözəl. Yadımızda qalmırsa da, o zaman yəni ağırlıq qüvvələrini göstərməklə, Newton ikinci qanunu tətbiq eləməklə də həm təcili tapa bilərik, həm gərilməni. Təbii ki, əgər bu cismin kütləsi M1-dirsə, deməli bunun ağırlığı olacaq M1J. Digər cismimizin kütləsi M2-dirsə, deməli ağırlığı olacaq M2J. Və biz də şərtdə vermişik ki, M1 kütləli cisimimiz M2 kütləli cisimimizdən böyükdür. Deməli, o zaman M1 kütləli cismin ağırlığı daha böyük olacaq. Yəni, bax, blokun M1 kütlə asılan tərəfi A təcili ilə aşağı gələcək, digər hissəmiz isə A təcili ilə yuxarı qalxacaqdır. Deməli, o zaman hər bir hissə üçün mən Newton ikinci qanunu tətbiq eləyə bilərəm, düzdürmü? Newton ikinci qanunu tətbiq eləyəndə, deməli, o zaman neyəcəyik? Bax, bu tərəf üçün baxsaq şəkilə. Və bu tərəf üçün baxsaq. Deməli, o zaman necə yazarıq? Təcil aşağı doğrudursa, deməli, M1J qüvvəmiz gərilmə qüvvəsindən böyükdür də. O zaman yazarıq ki, M1J çıxılsın T bərabər olacaqdır nəyə? M1A-ya. Məsələn, buradan gərilməni tapa bilərik. Məsələn, digər tərəf üçün yazsaq, digər tərəfdə artıq, baxın, təcil gərilmə qüvvəsi istiqamətindədir. Digər tərəf üçün isə yazmaq istəsək, yazarıq ki, T çıxılsın M2J bərabər olacaq nəyə? M2A-ya. Bax, bu formada da yaza bilərik. Yəni, buradan da gərilmə qüvvəsi üçün əslində gəlib bu ifadəni alacağıq. Yəni, hazır formada düstur şəklində də yaza bilərik. Təcili və gərilməni ağırlıq qüvvələrini göstərərək təcili də hesablaya bilərik, gərilməni də hesablaya bilərik. Yəni, sizə hansı qayda rahatdırsa, ondan da hesablaya bilərsiniz. Bir də burada var, müəllimlər, yüklərin yer dəyişməsi, bir də yüklər arasındakı məsafə. Məsələn, təcili tapandan sonra biz buradan, məsələn, deyə bilərik ki, məsələn, M1 kütləli yükün yer dəyişməsini hesablayın. O zaman nə olacaq? Məsələn, təcili tapırıqsa, zamanı da bizə verir. AT kvadratı bölünsün 2. Çünki başlanğıc sürəti 0 qəbul eləmişik axı. Deməli, o zaman yükün yer dəyişməsi olacaq. S bərabər AT kvadratı bölünsün 2. Amma yüklər arasındakı məsafəni tapanda, bax, bu cismin biri yuxarı gedir, biri aşağı gəlir, düzdürmü? Onlar arasındakı məsafə daha böyük olur axı. L bərabər 2S. 2-ni də S-ə vuranda 2-lər gedir. Bu AT kvadratı bölünsün 2-dəki 2-lər gedir. Eləcə qalır nə? AT kvadratına bərabər olur aralarındakı məsafə. Və yaxud da ki, məsələn, buradan soruşa bilər ki, cisimlərin bir-birinə nəzərən sürəti. Cisimlərin bir-birinə nəzərən sürəti necə tapacağıq? Birincinin ikinciyə və yaxud da ki, ikincinin birinciyə nəzərən sürəti 2V-yə bərabər olmuş olacaq. Çünki biri yuxarı qalxır cismin, biri aşağı düşür. Əks istiqamətli daxı. Ona görə nəzərən sürəti tapanda toplayacaq. 2V olacaq və yaxud da ki, 2AT kimi də yaza bilərik. Sonra üçüncü qeydimiz nədir? Üçüncü qeydimiz isə bir-birinə toxunan cisimlərin hərəkəti. Bax, məsələn, tutaq ki, bizim belə bir səthimiz var, müəllimlər. Bu
Bu səttimizin üzərində 3 dənə cisim qoyulubdur. Və bu cisimlərə, məsələn, buradan bir F qüvvəsindən təsir eləyirlər və bizə deyir ki, məsələn, tutaq ki, bu cisimlərin birinin digərinə təsirini tapın. Yəni F ştriki tapın və yaxud da ki, F2 ştriki tapın da indi mən üzərində qeyd eləmişəm. İlk öncə bax bu cür məsələlərdə bizim ilk işimiz nədir? İlk işimiz sistemin təcilini tapmaqdır. Qüvvəni verir, kütlələri verilir. Deməli sistemin təcilini tapanda nə edirik? Əvəzləyici qüvvəni sistemin kütləsinə bölürük. Əvəzləyici qüvvəmiz F, sistemin kütləsi isə nədir? M1, M2, M3. Yəni bu üç kütlənin cəminə böləcəyik. Sistemin təcilini tapandan sonra biz məsələn birinci cismin ikinci cismə təsirini və yaxud da ki, ikinci cismin üçüncü cismə təsirini, yəni bunları hesablaya bilərik. Deməli o zaman burada belə deyək də domino üsulundan istifadə edirik daha rahat olsun deyənə. Domino usulu nədir? Məsələn, tutaq ki, bu bizim birinci cismimizdir, düzdürmü? Bu birinci cismimiz dominoda necə olur? Məsələn, domino daşlarını yığırıq belə. Başdakı bir dənə daş gəlib o birisinə vuranda o daşların hamısını yıxır da birinci daş, düzdürmü? Hər zaman müəllimlər adətən burada çaşqınlıq yaranır ki, məsələn, birinci, ikinci təsir qüvvəsi deyəndə biz hansı kütlələri götürək? Hər zaman təsir alanların kütləsini götürün. Yəni bax məsələn F' odur ki, birinci cismin ikinci və üçüncü cisimlərə təsiri, düzdür? Deməli o zaman bu birinci cisim gəlir bu ikinci, üçüncü cisimləri yıxacaq, düzdürmü? Deməli o zaman təsir alanlar hansılar olacaq? M2 və M3. Deməli biz birincinin ikinci və üçüncü cismə təsir etdiyi qüvvəni tapanda birinci cismin kütləsini yox, ikinci və üçüncü cismin kütləsini götürəcəyik, təcillə vuracağıq və qüvvəni tapmış olacağıq. Və yaxud da ki, ikinci cismin üçüncü cismə təsiri. Bax, tutaq ki, indi bu ikinci cisim gəlir üçüncü cismə dəyir. O zaman bu üçüncü cisim yıxılacaq, düzdür? Bax, o zaman təsir alan hansı olacaq? Üçüncü cisim. Deməli, o zaman F2 ştriki tapanda, yəni ikinci cismin üçüncü cismə təsir etdiyi qüvvəni tapanda M3 kütləsini A təcillə vurub F2 ştriki hesablamış olacağıq. İndi gəlin buna aid bir dənə nümunəyə baxaq. Bax, tutaq ki, bizim bir dənə belə KL cisimlərimiz verilib. Birincinin kütləsi 3 kq-dır, ikincinin kütləsi 4 kq-dır. Buna F bərabər 35 Newtonluq qüvvəni təsir eləyirlər. Deməli, o zaman bizə deyir ki, K cisminin L cisminə təsir etdiyi qüvvəni hesablayın. İlk öncə birinci işin birinci mərhələ nədir? Təcili tapmaqdır. Təcili tapmaq üçün F əvəzləyicini böləcəm M sistemə. Əvəzləyici qüvvəmiz 35 Newton. Cisimlərin kütlələrinin cəmi 3 ilə 4-ün cəmi oldu 7. 35-i 7-yə böldük, oldu 5 metr böl saniyənin kvadratı. İndi demirmi K cisminin L cisminə təsirini tapın. O zaman belə deyək də bu L cisminə K cismi təsir eləyir də. K cismini L cisminə yaxınlaşdıranda L cismini vurur, yıxır. Deməli o zaman təsir olan hansı cisim oldu? L cismi oldu da. O zaman bu 4 kiloqram kütləli cismin deməli kütləni mən vuracağım təcilə, yəni 5-ə, olacaq 20 Newton. Deməli K cisminin L cisminə göstərdiyi təsir qüvvəsi olacaq 20 Newton. Sonra müəllimlər, məsələn, yenə deyirəm, bizim ədəbiyyatlarımızda azdır, amma Türk ədəbiyyatlarında məsələn çoxdur bu suallar. İplə bağlı cisimlərdən, məsələn, tutaq ki, biri sürtünməsiz üfüqi səthdə olarsa, o zaman gərilmə qüvvəsini və yaxud da ki, sistemin təcilini necə tapırıq? Gəlin baxaq. Məsələn, ilk öncə yenə təcili tapmaq üçün F əvəzləyicini böləcəyik M sistemə. Deməli, o zaman gəlin göstərək burada. Bax, M2J bu M2 kütləli cisimdir, yuxarıdakı da M1 kütləlidir. M2 kütləli cismin ağırlığı mütləq olacaq M2J, yəni kütlə varsa mütləq ağırlıq da var. Deməli, bu sistemi hərəkətə gətirən bu M2 kütləli cismin ağırlığıdır. Ona görə də bizim əvəzləyici qüvvəmiz, bax, elə olacaq bu M2J qüvvəsi. Çünki bu M1J qüvvəsi, yəni bu sistemi hərəkətə gətirən qüvvə deyil. Hətta yəni hərəkətə gətirmək bir tərəfə qalsın, əksinə hərəkətə mane olan bir qüvvədir. Deməli, o zaman bizim əvəzləyici qüvvəmiz, yəni bu sistemi hərəkətə gətirən qüvvəmiz M2J-dir. Yəni M2 cisminin ağırlığıdır. Deməli, əvəzləyici qüvvəmiz M2J olduğu üçün M2J-ni böləcəyik M sistemə. Müəllimlər, M1 kütləli cismin biz ağırlığını nəzərə almırıq qüvvə olaraq, amma kütlə olaraq, sistemin kütləsi olaraq biz bunu nəzərə alırıq. Ona görə əvəzləyici qüvvəni, yəni M2J-ni böləcəyik M1 üzərinə gəlinsin M2 kütlələrinin cəminə. Təcili bu yolla tapırıq. Bir də gərilmə qüvvəsi var. Gərilmə qüvvəsini 2 yolla tapa bilərik. Sürtünməsiz səth olduğu üçün, məsələn, gərilməni ilə buradan birbaşa tapa bilərik. Burada başqa bir qüvvə yoxdur da. Elə T gərilmə qüvvəsini M1A ilə tapa bilərik. Çünki M1 cisminin ağırlığını nəzərə almırıq. Sürtünmə də olmadığı üçün gərilməni buradan birbaşa
T bərabərdir M1 A ilə tapa bilərik. Yox, əgər məsələn bu bizim yadımıza düşmürsə, o zaman əgər buradan tapmaq istəyirsə, bax buradakı gərilməni tapmaq istəyirsə, onsuz da eynikdən eyni qədər gərilmədir. Yəni buradakı gərilmə ilə buradakı gərilmə, yuxarıdakı gərilmənin qiyməti eynidir. Buradan da tapa bilərik. Bəs buradan necə tapacağıq? Buradan ilk öncə biz sistemin təcilin istiqamətini təyin etməliyik. Deməli bu cisim A təcili ilə aşağı doğru hərəkət edirsə, deməli Newton ikinci qanunu necə yazacağıq? Newton ikinci qanunu yazacağıq ki, m2J, yəni təcil ağırlıq qüvvəsi istiqamətində olduğu üçün, deməli böyük qüvvəmiz ağırlıq qüvvəsidir, yəni m2J qüvvəsidir. Deməli o zaman m2J-dən T-ni çıxacağıq, bərabər eləyəcək m2A-ya. Və yaxud da buradan yazdıq ki, T də bərabərdir m2J minus J çıxılsın A. Yəni T-ni bax bu düsturla da tapa bilərik. Və yaxud da ki, T bərabər m1A ilə buradan yuxarıdan da tapa bilərik. Yəni bu sürtünməsiz halda doğrudur. Sistem sürtünməsiz hərəkət etdiyi halda. Sürtünmə olan halda T-ni bu formada tapa bilmərik. Çünki orada artıq sürtünmə qüvvəsi də var. Yəni T bərabər M1A ilə tapa bilmərik. Sürtünməni də nəzərə alaraq tapa bilərik. Aha. Deməli, indi gəlin baxaq. Bax, məsələn, belə bir nümunəmiz var. Deyir ki, sürtünmələrin nəzərə alınmadığı bir sistemdə sistem sərbəst buraxılıb. Buna görə deyir, ipdəki gərilmə qüvvəsini hesablayın. İndi müəllimlər, çat bölümü aktivdir. Siz cavablarını yazacaqsınız, sonra mən izahını verəcəm. Buyurun müəllimlər, cavablarınızı gözləyirəm. Çat bölümünə yazın, aktivdir. Sualın şərtini yenidən oxumağa ehtiyac var müəllimlər. Aha, bir nəfər müəllimimiz yazdı. Digər müəllimlər. 30-dan artıq müəllim var. Zəhmət olmasa hamı yazsın. Gözləyirəm siz müəllimlər. Hamı yazsın. Deməli, aha, yazdı müəllimlərimiz. İndi gəlin baxaq müəllimlər. Deməli, deyir ki, ipdəki gərilmə qüvvəsinin bizdən qiymətini istəyir, düzdürmü? İlk öncə mənim birinci mərhələm nəyi tapmaqdır? Təcili tapmaqdır, düzdür? O zaman təcili tapmaq üçün A bərabərdir. Deməli, nə edəcəyik? Əvəzləyici qüvvəmiz elə bu 4 kiloqramlıq cismin ağırlığı olacaq, düzdürmü? Yəni 40 Newton. Əvəzləyici qüvvəmiz 40. Böləcəyik sistemin kütləsi 4 üzərinə gəlinsin 6. Deməli, bu da oldu. Təcilimiz 4 metr böl saniyənin kvadratı. Aha, təcili tapdım. İndi dediyimiz kimi, təcili gərilmə qüvvəsinin müəllimlər sürtünmə olmadığı üçün buradan da tapa bilərik. Yəni, T bərabərdir. Elə bax, buradakı 6 vurulsun 4-dən. Yəni, M1A-dan 24 Newton. Buradan da tapa bilərik. Bax, buradan aşağıdan da tapa bilərik. İndi gəlin, yəni bir dəfə buradan yuxarıdan tapdıq. İndi gəlin aşağıdan da tapaq. Doğrudan da görək ki, eyni qüvvələr, eyni qiymət alırıq. Baxın, bu cisim A təcili ilə aşağı doğru hərəkət edəcək, düzdürmü? O zaman Newton ikinci qanunu necə yazarıq? Yazarıq 40 çıxılsın T bərabərdir. 4 vurulsun 4-ə, yəni M2A-ya. M2-miz 4 kiloqram, A-mız da 4. Buradan da gərilməni tapsaq, 40-dan 16-nı çıxsaq, yenə 24 Newton aldıq. Bax, gördünüzmü? 24, 24. Yəni, əgər biz cavabı doğru yazmışıqsa, məsələni doğru həll eləmişiksə, fərqi yoxdur gərilmə qüvvəsini ya yuxarıdakı, yəni 6 kiloqrama görə tapdıq və yaxud da ki, aşağıdakı 4 kiloqrama görə tapdıq. Hər ikisində eyni cavabı almalıyıq. Bəli, müəllimlərimizin hamısı doğru cavablayıblar. Əla. İndi müəllimlər, gəlin belə bir qeydimiz var. Üst-üstə qoyulmuş cisimlərin qarşılıqlı təsiri. Görək, buradan necə tapırıq üst-üstə qoyulmuş cisimlərdən. Bax, tutaq ki, bizim 3 dənə belə bir cismimiz var. M1, M2 və M3 cisimləri.
və üst-üstə qoymuşuq. Yəni bir dayağın üzərinə 3 dənə cisim qoymuşuq. Məsələn, ilk öncə bizə soruşulur ki, məsələn, birinci cismin ikinci cismə təsir etdiyi qüvvəni tapın. Təsir qüvvəsi nəyə bərabərdir? Müəllimlər, baxın bu üstdəki cisim, yəni bu birinci cisimdə ilk öncə bizdən bunu soruşur ki, bu M1 kütləli cisim aşağıdakı cisimlərə necə təsir göstərir? Və bu M1 kütləli cisim öz ağırlığı qədər aşağıdakı cisimlərə təsir göstərir, düzdürmü? O zaman bu birinci kütləli cismin, M1 kütləli cismin ikinciyə təsir qüvvəsi elə öz ağırlığı qədər olacaq. Yəni F1-2 və yaxud da ki, F2-1 nə qədər olacaq? M1R qədər olacaqdır. Yəni bu cisim başqa heç bir qüvvənin təsir eləyə bilməz aşağıdakı cismə. Ancaq öz ağırlığı qədər. Özünün kütləsi nə qədərdirsə, kütləsinə uyğun olaraq ağırlığı qədər də aşağıdakı cisimlərə təsir göstərəcək. Məsələn, desək ki, bizə ikinci cisim, qoyun bunu başqa rənglə göstərim. Məsələn, desək ki, ikinci cismin digər cisimlərə təsirini. Bax, bu ikinci cisim aşağıdakı cismə, M3 cisminə. Yəni, bir öz ağırlığı, bir də özün üzərində də bir dənə cisim var axı. Bax, bu ikisinin ağırlığı qədər təsir göstərəcək. O zaman ikincinin üçüncüyə təsir qüvvəsi və yaxud da ki, üçüncünün ikinciyə təsir qüvvəsini yazanda biz birinci və ikinci cismin ağırlığının cəmini nəzərə alacağıq. Yəni, M1 üzərinə gəlinsin, M2 vurulsun J qədər olacaq. Sonra müəllimlər, mikrofonu bağlayaq. Kiminsə mikrofonu açıqdır. Xahiş edirəm, mikrofonu bağlayaq. Müəllimlər, diqqətli olaq. Yəni, xahiş edirəm. Deməli, sonra, indi bir də deyir ki, qoyun bunu da başqa rənglə göstərək. Məsələn, deyir ki, tutaq ki, üçüncü cisim, tutaq ki, dayağa hansı qüvvə ilə təsir edir? Bu üçüncü cismin dayağa təsir qüvvəsi bir öz ağırlığıdır, M3 kütləli cismin ağırlığı. Bir də bu M3 kütləli cismin üzərində 2 dənə də əlavə cisim var axı, M2 və M1 kütləli cisimlər. Deməli, M3 kütləli cisim dayağa bir öz ağırlığı qədər, bir də üzərindəki 2 cismin ağırlığının cəmi qədər təsir göstərəcək. Yəni, 3 cisminin dayağa göstərdiyi təsir və yaxud da dayağın 3-cü cismə göstərdiyi təsir qüvvəsi M1 üzərinə gəlinsin, M2 üzərinə gəlinsin, M3 qüvvələrinin kütlələrinin, daha doğrusu ağırlıqlarının cəmi qədər olacaqdır. Bax, bu da olacaq F3 dayaq və yaxud da ki, 3-cü cismin dayağa və yaxud dayağın 3-cü cismə göstərdiyi təsir qüvvəsi. Sonra müəllimlər var, ipə bağlanmış cisimlərin üfüqi sürtünməsiz səthdə hərəkəti. Bax, tutaq ki, bizim bir dənə səthimiz var. Səthimizin üzərində bir dənə M1 kütləli cisimimiz var. Bir dənə də M2 kütləli cisimimiz var. Bu cisimləri biz F qüvvəsindən dartırıq. Təbii ki, burada ipdə də müəyyən bir gərilmə qüvvəsi yaranacaqdır. Bax, buradakı biz tutaq ki, F qüvvəsini və yaxud da ki, gərilmə qüvvəsini necə tapacağıq? Bax, bu F qüvvəsi həm M1, həm M2 kütləli cisimləri dartır. Amma bax, bu cisimlərin arasında yaranan gərilmə qüvvəsi sadəcə M1 kütləli cismi dartır. Ona görə biz, belə deyək də, tənasübümüzü buna uyğun yazırıq. F-in M1 üzərinə gəlinsin M2 olan nisbəti bərabər olacaqdır. Gərilmə qüvvəsinin, yəni T-nin M1 cisminin kütləsinə nisbəti. Bax, buradan biz artıq həm gərilməni tapa bilərik, həm də qüvvəni tapa bilərik. Yəni, zaten kütlələrin qiymətləri verilir də bizə. Yəni, çox rahatlıqla tapa bilərik. Həm gərilmə qüvvəsini, həm də dartı qüvvəsini hesablaya bilərik. Yəni, təbii ki, qüvvələrdən biri verilir. Bax, bu da oldu, deməli, üfüqi sürtünməsiz səthdə ipə bağlanmış cisimlərin hərəkətinə aid nümunə. İndi gəlin baxaq, bax, buna aid bir nümunəmiz var. Deyir ki, M1 bərabər 2 kiloqram, M2 bərabər 5 kiloqram, M3 bərabər 2 kiloqram olan 3 yükdən ibarət sistem F bərabər 36 Newton qüvvənin təsiri ilə hərəkət etdirilir. Gərilmə qüvvəsini hesablayın. Sürtünmədən nəzərə alınmır. Zəhmət olmasa müəllimlər, yazın cavabları gözləyirəm. Buyurun. Hamı yazsın müəllimlər.
Aha, hamı yazsa müəllimlər. Günay müəllimə, indi onun üzərində test nümunələrimiz var. Test nümunələrində inşallah daha yaxşı anlayarsınız. Narahat olmayın. Tamam, deməli qaydamız necə idi? Dedik ki, bax bu F qüvvəsi, yəni 36 Newtonluq qüvvə həm M1-i dartır, həm M2-ni dartır, həm M3-ü dartır. O zaman yazıram. F-in M1 üzərinə gəlsin M2, üzərinə gəlsin M3-ə olan nisbəti bərabər olacaqdır. Bu gərilmə qüvvəsi ancaq M1-i dartır da. T-nin M1 olan nisbəti. İndi verilənlərini yerinə qoyaq. F-imiz 36-dır. Kütlələrimiz nə qədər olur? 2, 2, 4, 4, 5, 9. Kütlələrin cəmi oldu 9, bərabər gərilmə qüvvəsini axtarıram da. M1 də 2-dir. Deməli 36-nı 9-a böldük 4. Buradan tapırıq ki 4 dəfə 2, 8. Gərilmə qüvvəmiz oldu 8 Newton. Deməli müəllimlərimizin demək olar ki, əksəriyyəti doğru cavablayıblar. Cavabımız bəli olacaq 8 Newton. Əla. Sonra müəllimlər, indi bax bunun başqa bir nümunəsinə gəlin baxaq. İndi dartı qüvvəsi əks tərəflərə təsir eləyir. Məsələn, 2 dənə M1, M2 kütləli cismimiz var. Bir tərəfindən F1 ilə dartılır, bir tərəfindən F2 ilə dartılır. Bəs bu zaman necə həll eləyəcəyik məsələni? Müəllimlər, bu halda iki üsulla həll eləyə bilərik. Bir, bunlara ayrı-ayrı qüvvələr kimi baxacağıq. Ayrı-ayrı, daha doğrusu sistem kimi. Məsələn, bu cismə bir sistem kimi baxacağıq. Bu cismə bir sistem kimi baxacağıq. Ayrı-ayrılıqda tapacağıq və yaxud da ki, ümumi sistem kimi baxacağıq. İndi hər ikisini izah edəcəm. İndi birinci halda ayrı-ayrı sistem kimi baxıram. Deməli, ayrı-ayrı sistem kimi baxanda necə olur? Bax, burada mütləq burada bir dənə gərilmə qüvvəsi yaranır, düzdürmü? Sistem kimi baxanda, deməli, bax, bu birinci sistem üçün, bu M1 kütləli cism üçün baxsam, bax, buraya üçün baxsam. Buraya üçün baxsam, burada bir var gərilmə qüvvəsi, bir var F1 qüvvəsi. Və mənə şərt olaraq da verir ki, F2 F1-dən böyükdür, düzdürmü? Deməli, o zaman bu tərəf daha böyük olacaq da, gərilmə qüvvəsi olan istiqamət daha böyük olacaq. Newton ikinci qanunu yazsam, deməli, iki qüvvə var da burada. Bir gərilmə var, bir F1 var. Elə bilin ki, bu tərəf yoxdur. Sadəcə bu tərəf var. Burada da iki qüvvə təsir edir bu M1 kütləli cismə. Sağa doğru gərilmə qüvvəsi, sola doğru F1 qüvvəsi. Və F2 F1-dən böyük olduğu üçün, deməli, cisim A tərcindən bu istiqamətdə hərəkət eləyəcək də. Ona görə də mən gərilmədən F1-i çıxıram. Baxın, burada yazmışam. Gərilmədən F1-i çıxıb M1A-ya bərabər eləyəcəm. Aha, buradan mən deməli nə edə bilərəm? Gərilməni tapa bilərəm. İndi ikinci sistem üçün baxıram. Bir dəqiqə buranı təmizləyim. Baxın, elə bilin ki, birinci sistemi artıq nəzərə almıram. İndi sadəcə var ikinci sistem. Bax, bu tərəf var. Burada indi hansı qüvvələrimiz var? Sağa doğru var F2, sola doğru var gərilmə. Və təcil də F2 qüvvəsi istiqamətində olduğu üçün, o zaman nə edəcəm mən? F2-dən gərilməni çıxıb M2-yə bərabər eləyəcəm. Bax, bu ayrı-ayrılıqda sistem kimi baxanda. Bir də var ümumi sistem kimi, bir sistem kimi baxıram. Bəs bir sistem kimi baxanda necə baxacağıq? İndi gəlin bura baxaq. Bax, bir sistem kimi baxanda müəllimlər, bax, bu M1 kütləli cismi dartan gərilməklə, bu M2 kütləli cismi dartan gərilmələr, yəni yaranan gərilmələr bax bu ipdə. Sistem kimi baxanda bunlar zaten özləri bir-birini tarazlaşdırır. Yəni, buradakı bu T1 ilə, bu T2, belə deyək də, bu gərilmələr bir-birini tarazlaşdırır. Biz deməmişdik ki, F2 F1-dən böyükdür. Sistem kimi baxanda böyük qüvvədən kiçik qüvvəni çıxıram, yəni F2-dən F1-i çıxıram, bərabər edirəm. M1 üzərinə gəlsin, M2 vurulsun A-ya. Yəni, bu məsələnin iki yolla da həll eləyə bilərsiniz. Bax, bir bu formada yaza bilərsiniz, sistem kimi. Yəni, çox rahatdır. Bir də ayrı-ayrı sistem kimi baxıb yaza bilərsiniz. Birincidən, məsələn, tutaq gərilməni tapdınız, ikincidə də gərilməni tapandan sonra F2-ni tapdınız. Yəni, indi baxır da məsələnin həllinə. Məsələn, şərtində bizə nələr verilib, gərilmə qüvvəsi mi verilib, yoxsa F1, F2 mi verilib? Yəni, onlara əsasən hesablaya bilərik. Deməli, əgər dartı qüvvəsi əks tərəflərə təsir eləyərsə, iki yolla baxırıq məsələnin həllinə. Yəni, hansı yol sizə rahatdırsa. Birincisi, ümumi sistem kimi. Yəni, sistem kimi baxanda gərilmə qüvvələri zaten sistem daxilində bir-birini tarazlaşdırır. Ona görə gərilmə qüvvələrinə baxmırıq. Sadəcə burada bizim baxdığımız olur F1 qüvvəsi, F2 qüvvəsi və M1, M2 kütlələri. Deməli, o zaman böyük qüvvəni də bizə verirlər də hansı böyükdür. Böyük qüvvədən kiçik qüvvəni çıxacağıq, bərabər eləyəcəyik. M1 üzərinə gəlsin, M2 vurulsun A-ya. Ayrı-ayrılıqda sistem kimi baxanda isə bu yuxarıda yazdıqlarım doğrudur. İndi buna aid də nümunə olmalıdır. Aha, gəlin indi belə bir test nümunəsinə baxaq müəllimlər.
deməli deyir ki, sürtünmələrin nəzərə alınmadığı sistemdə bu cisimlər sərbəst buraxılır. Bizə deyir ki, təcilin qiymətini hesablayın. Zəhmət olmasa hamı yazsın. Məsələn, cavabını. Sürtünmə nəzərə alınmır, təcilin qiymətini istəyir bizdən. Hamı yazsın müəllimlər. Axşamınız xeyir Asiyə müəllimə. Axşamınız xeyir olsun müəllimə. Müəllimə bir şey soruşmaq istəyirəm. İndi bu dərsi çox gözəl, möhtəşəm keçirsiniz. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun müəllimə. Vəsait hardan verirsiniz hazırlaşmaq üçün? Müəllimə, mən bu PDF-i göndərəcəm sizə və dərsin kaydını göndərəcəm sizə qrupa. Hə, yəni bu Türk testlərini deyirsiniz. Yəni o dim heç dim əlimizin altında Hə, işləyirik. siz onu deyirsiniz. Aha, yəni hansı testi verəcəm? Mən bunun güvəndən verəcəm sizə işləməyə. Bir də əlavə, nə bilim, vaxtımız qalanda güvəndə əgər suallarımız bitsə, vaxtımız qalsa dərsdə MHM-dən, Türk testlərindən hansını istəsəz baxa biləcəyik. Və bu dərsdən əlavə, bu dərsin kaydından əlavə mən sizə həm MHM nümunələri göndərəcəm, əlavə kayd göndərəcəm də sizə özümün çəkdiyim kayddır. Yəni orada məsələ nümunələri olacaq. Siz onlara baxıb dəftərinizə qeyd olaraq qeyd edə bilərsiniz. Sonra biz işləyəndə daha rahat olacaq. Və eyni zamanda Türk testlərindən də nümunələr göndərəcəm bu mövzuya aid. Yəni 3 video göndərəcəm sizə bu Newton qanunlarından bağlı olaraq. Çünki bu biraz geniş mövzudur. İstəyirəm ki, bunu daha yaxşı öyrənək. Bəs mövzuda göndərməmisiniz. Yəni baxmamışam, bilmirəm, ona görə soruşuram. Necə Nüsxətli bir də çevirək istəyirəm. Mən onları göndərmişəm müəllimə, qrupda var. Siz yəqin gec qoşulmusunuz. Göndərmişəm mən Aha, onu. olar, Hə, yaxşı. o göndərmişəm. Sağ ol. Siz mənə şəxsdən yazarsınız, mən göndərərəm yenə sizə. Yaxşı. Yaxşı. Buyurun müəllimlər, yazın, cavabları gözləyirəm. Aha. Axı müəllim çoxdur. Niyə yazanda az yazırıq? Niyə tənbəllik eləyirik, hə müəllimlər? 10 nəfər olar yazıb. Amma halbuki dərsdə 30 neçə nəfər müəllim var. Tamam o zaman. Deməli, təcili tapmaq üçün nə edəcəyik? Deməli, bax, 1 kiloqramlıq cismin ağırlığı olacaq nə qədər? 10 newton. Deməli, 6 kiloqramlıq cismin ağırlığı olacaq 60 newton. Biz də bilirik ki, təcili tapanda F əvəzləyicini bölürük M sistemə. Deməli, əvəzləyicimizi tapanda nə edəcəyik? 60 çıxılsın 10. Təbii ki, bu 3 newtonluq cismin ağırlığına baxmayacaq. Daha doğrusu 3 kiloqramlıq cismin ağırlığına. Çünki 3 kiloqramlıq cisim, yəni sistemi hərəkətə gətirən qüvvə deyil. Deməli, o zaman sistemin kütləsi, amma kütlə olaraq nəzərə alacağıq. Deməli, 1 üzərinə gəlsin, 3 üzərinə gəlsin, 6. Bu da olacaqmı 10? Deməli, 60-dan 10 çıxdıq, 50. 50-ni də 10-a böldük, oldu nə? 5 metr böl saniyənin kvadratı. Təcilimiz, bəli. Demək olar ki, müəllimlərimizin hamısı doğru cavablayıblar. Əhsən. Aha, keçək ikinci məsələmizə. Digər nümunəmizə. Deyir ki, sürtünməsiz üfüqi müstəvidə kütləsi 16 kiloqram olan cismə F qüvvəsi şəkildəki kimi təsir göstərir. Cismin təcil 5 metr böl saniyə kvadrat olduğuna görə F qüvvəsinin qiymətini hesablayın. Buyurun.
Deməli müəllimlər, sürtünməsiz səth olduğu üçün, bax deyir ki, sürtünməsiz səthdir, düzdür. Sürtünməsiz səth olduğu üçün, deməli biz bu F qüvvəsinin proyeksiyalarını gəlin ilk öncə göstərək. Deməli 1 olacaq Fx proyeksiyası, 1 olacaq Fy proyeksiyası. Sadəcə olaraq sürtünməsiz səth olduğu üçün bizə Fy proyeksiyası lazım deyil. Yəni belə deyim də, səthə perpendikulyar təsir edən qüvvələr lazım deyil. Yəni bu bir qüvvə bizə lazım deyil. Bizə sadəcə lazımdır bu Fx. Fx də nəyə bərabərdir? Bucaq olan tərəfdir də F kosinus alfa. Deməli o zaman F kosinus alfa bərabər olacaqdır nəyə? MA-ya. Bizə deyir ki, F-i tapın, düzdürmü? Deməli, kosinus alfamız F kosinus 37-də nəyə bərabərdir? 0,8. Deməli, F vurulsun 0,8 bərabər olacaq. Kütləmiz 16, təcilimiz 5. Deməli, buradan da F-i tapsaq, 80 bölünsün 0,8, bu da bizə verəcək 100 newtonu. 100 yazan müəllimlərimiz doğru yazıblar. Demək olar, hər kəs yazıb. Əla. Deməli, bunu bir qayda olaraq yadımızda saxlaya bilərik ki, müəllimlər, sürtünməsiz səthdə Newtonun ikinci qanunu yazmaq istəsək, elə F kosinus alfa bərabər olacaqdır MA-ya. Yəni, qüvvənin, belə deyək də, səthə paralel toplananını götürürük, səthə perpendikulyar olan toplananını yox. Yaxşı, gəlin belə bir məsələyə baxaq. İpin gərilmə qüvvəsinin 15 Newton olduğunu bilərək F gərilmə qüvvəsini hesablayın. Buyurun müəllimlər, burada cavab yoxdur, elə açıq formada cavablarınızı yazarsınız. Hamı yazsa müəllimlər, gözləyirəm sizi. Asan məsələdir. Aha, bəli. Bizə deyir ki, ipin gərilmə qüvvəsi 15-dir. Baxıram ki, müəllimlər, ipin gərilmə qüvvəsi 1m kütləli cismi dartır, düzdürmü? Deməli, T 15-dirsə, bu F qüvvəsi isə 3m kütləli cismi dartır, düzdürmü? 1m-ə düşən gərilmə 15-dirsə, 3m-ə düşən qüvvə olacaq nə qədər? 45. Bəli, tamamilə doğru. Demək olar ki, müəllimlərimizin hamısı doğru yazdılar. İndi gəlin belə bir məsələyə baxaq, müəllimlər. 16-cı məsələdir. Sürtünmə qüvvəsinin nəzərə alınmadığı sistem sərbəst buraxıldığı zaman X və Y cisimləri arasındakı ip gərilməsi neçə Newton olar? Diqqətli olaq və məsələnin həllini hamı yazsın. Hamı yazsın müəllimlər, gözləyirəm sizi. Siz yazın, sonra mən izah edəcəm.
Hamı yazsın müəllimlər. Deməli, X kütləli cismimizin kütləsi 2-dir də, düzdürmü? O zaman ağırlığı olacaq nə qədər? 20 Newton. Z kütləli cismimizin 1 kiloqram olduğu üçün ağırlığı olacaq 10 Newton. Deməli, bu sistem, baxın, görürsünüz, bu tərəf daha ağırdır da, bu X cismi olan tərəf daha ağırdır. Ona görə bu tərəf A təcili ilə aşağı gələcək, bu tərəf isə A təcili ilə yuxarı qalxacaq. O zaman deməli, təcilimizi tapmaq üçün, yəni təcilin istiqamətinə təyin elədik. Təcilimizi tapanda dedik ki, F əvəzləyicini bölməliyəm M sistemi. Deməli, F əvəzləyicimiz nə qədərdir? 20 çıxılsın 10-dur da, düzdürmü? 20 çıxılsın 10. F əvəzləyicimiz oldu 10. Kütlələrimiz 2, 2, 4, üstü də 1 gəldik 5. Deməli, təcilimizi tapdıq ki, təcilimiz oldu 2 metr böl saniyənin kvadratı. İndi mənə deyir ki, X və Y cisimləri arasındakı ip gərilməsi. Yəni, Y cismi budur, X cismi budur. Yəni, bu buradakı gərilməni istəyir məndən. Aha, bu gərilməni tapmaq üçün artıq mən təcilin istiqamətində təyin eləmişəm. Mütləqdir təcilin istiqamətini təyin eləmək. Çünki Newton ikinci qanunu yazmaq üçün mən bilməliyəm ki, hansı qüvvə böyükdür, hansı qüvvədən çıxımda mən böyük qüvvədən çıxmalıyam axı. Deməli, o zaman 20 Newtonluq qüvvəmiz daha böyükdür, ağırlığımız. Deməli, o zaman 20-dən çıxacağıq gərilməni, bərabər eləyəcəyik 2 vurulsun 2-yə. 2 kiloqram cismin kütləsidir, 2 də təcildir. Deməli, buradan da tapdıq ki, T gərilmə bərabər olacaqdır nəyə? 20 çıxılsın 4-dən 16 Newton. Bəli, cavabımız C variantı. Yaxşı müəllimlər, indi Y və Z cisimləri arasındakı gərilməni tapın. Təcilimizi tapmışıq da artıq hazırdır. Y və Z cisimləri arasındakı gərilməni də tapın. Təbii ki, cavablarda o cavab olmayacaq, amma siz açıq şəkildə yazın da cavabı. Y və Z cisimləri arasındakı gərilmə. Hamı yazsın müəllimlər. Kiminsə mikrofonu açıqdır, xahiş edirəm bağlayaq da mikrofonu. Mikrofonu bağlayaq müəllimlər. Kimdə açıqdır mikrofon? Gəlin indi baxaq müəllimlər. Deməli, bax, təcil istiqamətini təyin eləmişik. Deməli, gərilmə qüvvəsi ikinci tərəfdə, yəni bu Z asılan tərəfdə, Z cismi olan tərəfdə gərilmə qüvvəsi daha böyükdür. Çünki təcilin istiqamətinə gərilmə eyni istiqamətlidir. O zaman T çıxılsın 10 bərabər olacaq nəyə? 1 vurulsun 2-yə. 1 Z cisminin kütləsidir, 2 də təcildir. T-ni də tapdıq, T də bərabər oldu 12 Newton. Bəli, tamamilə doğru. Sonra gəlin belə bir suala baxaq. K cisminin deyir, düz xətli bərabər sürətli hərəkət edə bilməsi üçün F qüvvəsi neçə Newton olmalıdır? Buyurun müəllimlər. Hamı yazsın. Deməli, biz nə dedik qayda müəllimlər? Dedik ki, əgər qüvvələr bərabər, baxın, bu da 30 Newtondur, bu da 30 Newtondur və aralarındakı bucaq 60-60-dan 120 Newtondur da, bunu 120 Newtonda yazarıq, düzdürmü? Deməli, qüvvələr bərabər, aralarındakı bucaq 120 dərəcədirsə, deməli, o zaman F əvəzləyicimiz olacaq nə qədər? Elə 30 Newton, düzdür?
F əvəzləyicini tapdıq. İndi bizə deyir ki, K cisminin düz xəttli bərabər sürətlə hərəkət edə bilməsi üçün F qüvvəsi neçə newton olmalıdır? Bu F qüvvəsinin əksinə bir 30 newtonluq qüvvə yönəlməlidir ki, bu cisimdə əvəzləyici qüvvə 0 olsun və cisim düz xəttli bərabər sürətlə hərəkət eləsin. Deməli, cavabımız olur C variantı. Bəli. Hamı doğru doğru yazıb cavabı. Sonra müəllimlər belə bir sualımız var. Deyir, şəkildə verilən qüvvələrin əvəzləyicisini tapın. Buyurun. Hamı yazsın müəllimlər. Deməli, bir qüvvənin, bir vektorun daha doğrusu başlanğıcını digərinin sonu ilə birləşdirən vektor bizə nəyi verir? Cəm vektorunu. Baxın, bir dənə bu 13 newtonluq vektorumuzla, bax bu 16 newtonluq vektorumuzun cəmi olacaq hansı vektor? Bax bu olacaq, bax bu vektor. Bu mavi ilə göstərdiyim vektor. Yəni nə qədər? Deməli, F əvəzləyicimizi tapmaq üçün yazdım. Bu vektorla bu vektorun, deməli, əvəzləyicisi oldu 5 ilə 15-in cəmi. 5 üzərinə gəlsin 15. Tamam. 13 ilə 16-na çıxdım yerinə. Əvəzləyicisi oldu nə? 5 ilə 15-in cəmi. İndi bizim axı burada digər bir vektorumuz da var və eyni zamanda müəllimlər, burada 5 ilə 15-in axı özü də var. Yəni belə deyək də, qüvvə olaraq özləri də var, bir də əvəzləyici olaraq var. Deməli, o zaman nə qədər olacaqdı? Üzərinə gəlinsin, bir də 5-15-in cəmi, yəni 20. Düzdürmü? İndi baxırıq, bizim burada digər vektorlarımız da var axı. Gəlin bunları silək, qarışıqlıq olmasın. İndi bax, burada da bizim bir dənə 8 newtonluq vektorumuz var və bir dənə də 10 newtonluq vektorumuz var. Bax, bu 8 ilə onun əvəzləyicisi isə nə olacaq? Bu 15 newtonluq vektor olacaq, düzdürmü? Biz bu 15 olaraq bu vektorun özünü yazmışıq. Sadəcə indi biz bunu əvəzləyici olaraq yazırıq. Bax, bu iki vektorla, bu vektorun əvəzləyicisi. Yəni, bir də üzərinə gəlinsin nə qədər? 15. Deməli, 20, 20, 40. 40-ın da üstə 15 gəldik. Oldu nə qədər? 55 newton. Deməli, doğrudur. Müəllimlərimizin hamısı doğru cavablayıblar. Baxın, görün, başqa nümunəmiz də varmı? Yox, bu qədər. Deməli, müəllimlər, bugünkü dərs izahımız Newton qanunları idi. Mövzu izahımız bu qədər. Ev tapşırığı olaraq, deməli, ev tapşırığımız nə olacaq? Əsasən B və C variantlarını işləmək. Yəni, A-lar asandır, ona görə deyirəm. Newton qanunları B və C variantlarını işləmək. Yəni, mənə sözünüz, sualınız varsa, buyurun. Mənim deyəcəklərim bu qədər. Çalışın, testlərin hamısını işləyin. İnşallah bir də dərsimiz olacaq 5-ci gün, saat 21:30-da, yenə həmişəki vaxtda. Hər birinizi yenə dərsimizdə gözləyirəm, suallarınızı gözləyirəm. Bir yerdə baxarıq. Sağ olun müəllimə, gecəniz xeyrə qalsın. Xeyrə qarşı müəllimlər. Siz də sağ olun, Allah amanında olun. Sağ olun.